Salam, hər vaxtınız xeyirli olsun. Bu günləri Mustafa Yağcı May Matematik 1 kitabından natural ədədlər bölməsinə aid bir neçə sualın izahına baxaq. Deməli, birinci suala keçək. Birinci sualda deyir ki, ABC 3 rəqəmli bir ədəddir. ABC bir 3 rəqəmli ədəddir. X vurulsun A bərabərdir 14,4. X vurulsun B bərabərdir 7,2. X vurulsun C bərabərdir 12 olarsa, X vurulsun ABC nəyə bərabərdir? Deməli, biz burada nə edirik? Əvvəlcə X vurulsun ABC. Burada ABC'nin açılışını yazıram. X vurulsun ABC'nin açılışı 100A üstə gəl 10B üstə gəl C olur. Və mötərizəni vurub açsam, onda alaram ki 100AX üstə gəl 10BX üstə gəl CX. Və AX'in yerinə 14,4 qoyuram. Olur 100 vurulsun 14,4 üstə gəl. BX-in yerinə 7,2 qoyuram. 10 vur 7,2 üstə gəl. CX-in yerinə də 12 qoyuram. Bərabərdir. 100 vurulsun 14,4 elədi 1440. 10 vur 7,2 elədi 72 üstə gəl 12. 1440 üstə gəl 72. 40 o da 72 elədi 112. 1512 üstə gəl 12 1524. Deməli, X vurulsun ABC 1524-ə bərabərdir.